Kitab oxumanın faydalarını gənclər üçün əvəzsiz rolunu xüsusi qeyd edim. Kitab oxumaq sizin dünya görüşünüzün, gələcəkdə də müəyyən mənada bilik və intellektual səviyyənizin formalaşmasında əvəzsiz rol oynayacaq. Bu mənada sizə 5 kitab tövsiyə edə bilərəm. Ən sevdiklərimdir. Birinci, bu yaxınlarda, hətta bir həftə öncə bitirdiyi Şah İsmayıl Xətainin belə deyim, sərkərdəliyindən və onun böyük bir dövlətli imperiya yaratmasından bəslənən Çaldıran döyüşüdür. Fərman İsmayılzadənin tarixi roman Xudafərin Körpüsünün ikinci hissəsidir, mükəmməldir. İkinci detektiv janrıdır, Elxan Elazlı, bizim milli yazarımız, mükəmməl bir əsəri var, Cəhənnəmdən gələn səs. Üçüncü kitab Elxan Elazlı yenidən, bu da onun son illərdə yazdığı və əvvəlki nəsillərə bir növ mesaj xarakteri daşıyan kitablarından biridir. Kitabın adı da Eksperimentdir. Dördüncü kitab daha çox psixolojidir və motivasiya xarakterlidir. Robin Sharmanın Ferrarisini satan rahib kitabı. Beşinci kitabı isə siz özünüz qeyd edin və kommentlərdə xüsusilə vurğulayın ki, kimsə onu oxusun və faydalansın.